Əli, sual-cavab mövzumuz Osmanlı 16, 17, 18-ci əsrdə Osmanlı paşaları, yəni sədr əzəmləri, baş vəzirləri. Hansı Osmanlı baş vəziri paşası Kriti Osmanlılara birləşdirib? Köprücülü Fazil Əhməd. Fazil Əhməd Paşa, bəli. Hansı Osmanlı baş vəziri öz baş vəzirlik dövründə Qara və Mərmərə dənizlərinin xəritəsini çəkdirib? İbrahim Paşa. İbrahim Paşa, bəli. Kimin paşası idi İbrahim Paşa? Sultan 3. Əhməd. 3-cü. Neçənci illərdə Osmanlı paşası olmuşdu, baş vəziri olmuşdu? 1718. 18-dən 30-a qədər. Hansı Osmanlı baş vəziri öz vəzirliyi, baş vəzirliyi dövründə din alimləri arasında ixtilafa son qoydu? Köprücülü Mehmet Paşa. Mehmet Paşa, bəli. Köprülü Mehmet Paşa. Hansı Osmanlı baş vəziri Ukrayna kazaklarını himayə edib? Köprücülü Fazil Əhməd Paşa. Fazil Əhməd Paşa, bəli. Hansı Osmanlı baş vəziri Osmanlının paytaxtı İstanbulda ilk dəfə yanğın söndürmə dəstələri yaradıb? İbrahim Paşa, bəli. Hansı Osmanlı baş vəziri öz baş vəzirliyi dövründə demək Venesiyanı məğlub edib Çanaqqalanı mühasirədən xilas edib? Köprücülü Mehmet Paşa. Köprülü Mehmet Paşa, bəli. Hansı Osmanlı baş vəziri Osmanlı paşası qumbaraçı dəstə yaradıb? Mahmud Paşa. 1-ci Mahmud. 1-ci Mahmudun sultanıdır, onun dövründədir. Hansı paşa idi? Əhməd Paşa. Əhməd Paşa. O fransız idi, Bonneville idi adı əslində. Amma Əhməd Paşanı Osmanlıda belə deyirdilər. Hansı Osmanlı baş vəziri öz baş vəzirliyi dövründə İstanbulda yeni tipli binalar, məktəblər falan tikdirib? İbrahim Paşa. Hansı Osmanlı baş vəziri Rusiya, Retspospolita və Avstriya qoşunlarını məğlub edib? Köprücülü Fazil Əhməd Paşa. Köprülü Fazil Əhməd Paşa. Köprülü Fazil Əhməd Paşa. Bu köprü sözü onların əslində təxəllüslərindən biridir. Hansı Osmanlı baş vəziri öz hakimiyyəti illərində demək ölkə ərazisində Venesiya qoşunlarını məğlub edib və bəzi adaları Venesiyanın işğalından xilas edib? Çanaqqalanı mühasirədən xilas eləmişdi. Köprücülü Mehmet Paşa. Bəzi adalarda Venesiya işğalından xilas edib. Bəli, tamamilə doğrudur, Mehmet Paşa. İbrahim Paşanın dövründə Osmanlı ilk dəfə xaricdən mətbə gətirildi. Düzdür, neçənci ildir? 1722. Yox, 1727. O mətbəni gətirən kim idi? Təbii ki, İbrahim Paşa idi, bəli. İbrahim Paşanın baş vəzirliyi dövrü Osmanlıda necə adlanır? Lara dövrü. Lara dövrü. Osmanlı tarixində beşik alimliyi sistemi neçənci əsrdə yaranmışdı, Əli? 16-cı əsr. 16-cı. Nə idi beşik alimliyi məsələsi? Deyirdi ki, alimin övladı da alimdir. Əslində bunun elmə təsiri nə oldu bu sistemin? Müsbət təsir göstərdi ya mənfi? Mənfi. Mənfi. Çünki savadsızlığı artırırdı. Savadsızlığı. Artırırdı, bəli. Tamamilə doğru.